Rafizilər kimi hər dəfə deyirəm. Necə İbn Teymiyyə deyir. Yer üzündə yalancı ikinci tayfa yoxdur. Böyük İslam alimi olan Şeyxülislam İbn Teymiyyə də səhv axtarır, tapmağa çalışır. Halbuki həmin alimə Mizzi, böyük əhl-sünnə alimləri Mizzi, İbn Həcər və digərləri Şeyxülislam adı veriblər. İbn Həcər rəhməhullah deyir ki, Buxarını şərh edən İbn Həcər deyir, həqiqətən də İbn Teymiyyə haqq olaraq Şeyxülislamdır, İslamın şeyxidir. 700 ildir, 700 ildən çoxdur. Heç bir Şiə alimi və ya alimləri yığışıbanı Minhəcü Sünnə kitabına cavab yaza bilməyiblər. Niyə görə? Çünki cavab vermək qüdrətində deyirlər, səviyyəsində deyirlər. Siz ona cavab verə bilməzsiniz. Çünki elə mükəmməl rədd edib ki, siz ona cavab verə bilməzsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daim ala a'daihim ecma'in. Bildiyiniz kimi bizim Fisəbillah YouTube kanalında silsiləvi bəhslərimizdən biri də İbn Teymiyyənin yalanları ilə bağlıdır və indiyə qədər Allah həmd olsun bu yalancı, kəzzəb şeyxin 25 yalanını ifşa etmişik və tam haqlı olaraq buna Şeyxul Kəzib yaxud Əş-Şeyxul Kəzzəb deməyə ixtiyarımız var. Yalan şeyxi və yaxud yalancı şeyx. Və qoymuşuq Vəhabilərin öhdəsinə debat fərarisi və İbn Teymiyyəni müdafiə edən o birisi fərari də bəhslərimizdən, suallarımızdan ikisi də qaçır. Buyursunlar, cavablandırsınlar. İstənilən Vəhabi üçün bəhs açıqdır. Buyursunlar, ya etiraf etsinlər ki, bu adam kəzzab olub, ya da buyursunlar, cavab versinlər. Amma hər ikisi qaçır, gizlənir. O birisi müdafiə edən, İbn Teymiyyəni müdafiə edən Vəhabi boş-boş gedir, başqa mövzulara gedir, çıxır. Heç bir bəhslərimizə də cavab verməyib. Hətta səhv eləmirəmsə 17 bəhs hazırlamışıq indiyə qədər. İbn Teymiyyəni müdafiə edən Vəhabinin cavabına cavab başlıqlı və onların da heç birinə cavab verməyib, nə suallarımıza, nə bəhslərimizə yayınır və gedir boş-boş, dəxli olmayan mövzudan kənar mövzulara gedib çıxır ki, o da onların hilələrindəndir. Onlar elə hiləgərlik edirlər ki, mövzudan yayınsınlar və geçsinlər başqa mövzulara çıxsınlar. Baxın, mən İbn Teymiyyənin Minhacü Sünnət-i Nəbəviyyə adlandırdığı kitabı oxuyanda bu şəxsin, daha doğrusu bu kitabı oxuyanda və yaxud da kitabın adını eşidəndə o bizim Azərbaycan kinolarından biri var, Az hərflər. Orada Mirzə Mahmudun o iftira cəridəsi yadıma düşür. Özü haqqında deyir ki, iftira cəridəsinin məşhur mühərriri, yəni iftira, yalan, böhtan jurnalının, qəzetinin tanınmış yazıcısı. İbn Teymiyyə də həmin Mirzə Mahmud üçün bir adamdır mənim zehnimdə. Yəni adam iftiradan başqa bir şey deyil. 25 dənə yalanını, şərini, böhtanını ifşa eləmişik. Buyursunlar, cavab versinlər. 26-cı yalanını qeyd edim. Minhəcü Sünnət-i Nəbəviyyə adlandırdığı kitabına müraciət edirik. Təhqiq doktor Muhammed Rəşəd Səlim 5-ci cild. Baxın, görün bu adam necə yalan danışır və yalanını da biz yox, öz mühəqqiqi ifşa eləyib. Səhifə 266-da deyir ki, وَفِي الصَّحِيحَيْنِ عَنِ النَّبِيِّ sallallahu aleyhi və alihi və səlləm qalə Səhiheyndə Buxarı və Müslimdə deyir, Peyğəmbər belə buyurub. İnnə məaşirəl ənbiyai dinuna vahidun. Peyğəmbərlərin bizim dinimiz nədir? Deyir, vahiddir, birdir. Aşağıda bir qoyub mühəqqiq yazıb ki, ləm əcidil hədisə bihəzəl ləfzi. Deyir ki, mən bu ləfslə bu hədisi tapmadım. Sonra deyir ki, Müslimdə, Buxarıda başqa cür rivayət qeyd olunub. Baxın, mühəqqiq deyir ki, mən özüm bu hədisi bu ləfslə tapmadım. Yəni, Buxarının Müslimin adından niyə yalandan danışırsan? Hələ o İbn Teymiyyəni müdafiə edən o cahil, boş-boş danışan adam deyir ki, İbn Teymiyyə mütləq müstəhiddir, onun bilmədiyi hədis yoxdur. Nə bilim, kimsə tələbəsi onun haqqında deyib ki, onun bilmədiyi hədis deyil. İbn Teymiyyə müctəhid mutlaqdır. Bütün hədisləri biləndir. Bu barədə alimlərin sözləri vardır. Baxın, İbn Rəcəb Əl-Həmbəli hansı ki, İbn Teymiyyənin tələbələrindəndir. Əz-Zeyru alə təbaqatul hənəbilə kitabında və başqa mənbələrdə də var bu söz. 4-cü cild 500-cü səhifədə qeyd edir, deyir ki, kullu hədisin lə yərifuhu İbn Teymiyyə fəleysə bi hədis. İbn Teymiyyənin bilmədiyi bütün hədislər hədis deyildir. Baxın, boş-boş danışmayın. Və boş-boş danışırsan, qabağıma qoyuram bunu, buyur, cavab ver. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Sen beni tanıyorsan ya yok. Niye tanımıram? Mirza Mahmud sana. Yani ben Mirza Mahmud'am.
Fakat necə Mirzə Mahmud? İftira caridesinin meşhur müherriri. İşte sabah iftiranın evvelinci sayfasında 100 satırdan ibaret bu serrevhalli mağalanı okuyarsan. Takrib medahi halayik yahut fetret içinde çıkan görülür.